وقل رب زدني علما. Elhamdülillah Rabbil Alemin. Demək qardaş soruşur ki, nəyə görə biz namazdan sonra 3 dəfə əstəğfirullah, əstəğfirullah, əstəğfirullah deyirik? Fərzdə nəyə görə deyirik? Sünnətdə nəyə görə demirik? Birincisi, bu yalnız fərz üçün gəlib. Yəni, bilirik ki, qayda var ki, əl-ibadət təvqifiyyə. Əl-ibadətu təvqifiyyətun. İbadətlər təvqifidir. Yəni, ibadət, bir şeyin ibadət olmağını bizə kim deyə bilər? Ya Allah Azze və Cəllə deməlidir Quran-ı Kərimdə, ya da Allah Rasulü sallallahu aleyhi və səlləm bunu deməlidir. Ya da sahabələr deməlidir ki, bu sünnədəndir. Və ya deməlidir ki, Allah Rasulunu gördüm ki, belə elədi. Aydın mı? Və buna və yaxud da sahabənin qeybdən danışması özü nədir? Yəni təvqifi rəfa bildirir. Yəni Allah Rasulü sallallahu aleyhi və səlləm nisbət olunur. Xülasə, yəni ibadətdirsə, mütləq bu yollarla isbat olunmalıdır. Aydın mı? Və Allah Rasulü sallallahu aleyhi və səlləmin də hədiyyə olub ki, yəni yolu, sünnəsi, ibadətlərdən sonra neyərdi? İstiğfar edərdi. Və baxırıq ki, fərz namazından sonra istiğfar edib, amma sünnət namazından sonra istiğfar etməyib. Sünnət namazından sonra, yəni 2 sünnət namazı var ki, ondan sonra nə var? Yəni zikir var. Biri duha namazından sonradır, zöhrə qədər 100 dəfə Rabbi xfirli utub aleyyə innəkə əntə təvvabul qafur zikri 100 dəfə duhanı qılandan sonra zöhrə qədər insan deyə bilər. Yəni, o birisi də zikr namazından sonra Subhanəl Məlikil Quddus, Subhanəl Məlikil Quddus, 3-cü dəfə Subhanəl Məlikil Quddus. O belə səsi biraz insan uzadırsan. Yəni bu sünnədə gəlib. Amma fərz, yəni sünnət namazlarından sonra, məsəl üçün zöhrün sünnətini qıldın, əstəğfirullah, əstəğfirullah, əstəğfirullah. Bu, yəni sünnədə varid olmayıb. Ona görə demirik. Aydın mı? Amma Allah Rasulü sallallahu aleyhi ve sellem ümumi olaraq digər ibadətlərdən sonra nə inərdi? İstiğfar edərdi, bağışlanma diləyərdi. Yəni, ancaq Quran-ı Kərimdə ayə var bu barədə. فَإِذَا قَضَيْتُمْ مَنَسِكَكُمْ فَذْكُرُوا اللَّهَ كَذِكْرِكُمْ آبَاءَكُمْ أَوْ أَشَدَّ ذِكْرًا. Yəni, mənasikləri bitirəndən sonra Allahı atanızı zikr edəndən daha çox zikr edin. Yəni zikr edin. Yəni, zikirdən nədir? İstiğfar. Birincisi istiğfardır, bağışlanma diləməkdir. Və həmçinin Allah Rasulü sallallahu aleyhi ve sellem məclislərin sonunda istiğfar edirdi. Nə deyirdi? Məclisin sonunda Subhanəkə Allahumma bihamdik, əşhədu an la ilahe illə ənt, əstəğfiruka və etûbu ileyk. Deyir ki, yəni bu zikr edir, əstəğfiruka və etûbu ileyk axırı nədir? Hətta kim bu zikr edərsə deyir, onun üçün bir vərəqə xətm vururlar və qiyamət günü açılar. Və həmçinin bu dəstəmazdan sonra da gəlib Subhanəkə Allahumma bihamdik, Subhanəkə Allahumma, sən pak və nöqsansızsan. Və bihamdik, bütün həmdlər sənə aiddir. Subhanəkə və bihamdik, əşhədu an la ilahe illə ənt, bu da şəhadətdir. Şəhadət edirəm ki, səndən başqa haqq məbud yoxdur, haqq ilah yoxdur. Əstəğfiruka və etûbu ileyk. Əstəğfiruka və etûbu ileyk. Səndən bağışlanma deyirəm, məni bağışla və sənə tövbə edirəm. İnsan bununla nə vaxt deyildi? Dəstəmazdan sonra. Yenə də gəlib kim əgər bunu deyərsə, onun üçün bir xətmə vurular, qiyamət günü açılar. Yəni, böyük bir savabı var bunun. Bəli, demək lazımdır, sünnədir bu. Və həmçin Quran oxuyandan sonra bu gəlib. Subhanəkə Allahumma bihamdik, əşhədu an la ilahe illə ənt, əstəğfiruka və etûbu ileyk. Yəni, baxırsınız ki, bu ikündə sadaqallahul azim nədir? Bidətdir. Ən şər əməllərdən biridir. Sadaqallahul azim demək, yəni Quran-ı Kərimdən sonra Allah Rasulü sallallahu aleyhi ve sellem sözü ilə ən şər əməllərdən biridir. Yəni, onu deyən insan Allahdan qorxsun. Allahdan qorxsun ki, Allahın şiddətli əzaba düşər edər. فَلْيَحْذَرِ الَّذِينَ يُخَالِفُونَ عَنْ أَمْرِهِ أَنْ تُصِيبَهُمْ فِتْنَةٌ أَوْ يُصِيبَهُمْ عَذَابٌ أَلِيمٌ. Onun əmrinə müxalif olanlar qorxsunlar ki, Allah onları fitnəyə salar. Fitnə nədir? Şirk. İmam Əhməd rahimehullah buradakı fitnəni şirk olaraq təfsir edib. أَوْ يُصِيبَهُمْ عَذَابٌ أَلِيمٌ. Onu şiddətli əzaba düşər edər. Allah Rasulü sallallahu aleyhi və səlləm hər cümə günü xütbəyə çıxan nə deyirdi? Deyirdi, şərral umuri muhtəsətuhə. Deyir, ən şər işlər sonradan uydurulan işlərdir. Nədir? Bidətlər.
Şerrel umur muhtesat. Və kullu muhtesətin bidə. Kullu muhtesətin bidə. Hər bidət, heç bir qeydi yoxdur. Həsənə bidət, yoxsa yox. İmam Məlik rahimehullah kim deyərsə ki, dində həsənə bidət var, o deməkdir, yəni o deyir ki, sanki Muhammed dinə xəyanət edib. Muhammed sallallahu aleyhi ve sellem Allaha dinə xəyanət edib. Onu deməkdir yəni. Və həmçinin Əl-yevmə əkməltu ləkum dinakum. Bugün sizin dininizi kamil etdim. Ətməmtu aleykum ni'məti. Nimətimi sizə tamamladım. Və raditu ləkum İslamə dinən. Və sizin üçün İslamı din olaraq razı qaldım. Və rəhbəniyyətən ibtədəuhə. Fəmə kətəbnə, yəni Allah təala deyir ki, onlar deyə özlərindən rahiblik çıxartdılar. Mə kətəbnəhə aleyhim. Deyir ki, biz onlara yazmamışdıq onu. Fəmə rəauhə haqqa riayətihə. Heç haqqı ilə də əməl edə bilmədilər. Görürsən, ibtiğa ridvanillah. Nə deyir? Deyir ki, və rəhbəniyyətən ibtədəuhə. Rahiblik çıxarmışlar. Nə üçün? İbtiğa ridvanillah. Allahın razılığını qazanmaq üçün. Bidət həsənəd nə deyil? Bu bidət həsənəd də onların keşişlər rahiblik icad eləmişlər özündən. Niyyətləri nə idi? Allaha yaxınlaşmaq. Bundan gözəl bidət ola bilərmi? Yox. Rahiblikdən gözəl bidət ola bilməz. Evlənmir, bütün günü kilsədədir, Allaha ibadət edir. Yəni təsəvvür et. Amma Allah azə və cəllə nə deyir? Fəmə kətəbnəhə aleyhim. Mə kətəbnəhə aleyhim. Onlara biz yazmamışdıq, vacib etməmişdik. Bizim yazmadığımız, bizim demədiyimiz bir şeyi edirlər. Mən əhdəsə fi əmrinə həzə mə leysə minhu fəhuvə radd. Kim bizim yəni işimizə bir ehdas edərsə, bidət edərsə, o rədd olunur. Mən amilə əmələn leysə aleyhi əmrunə fəhuvə radd. Kim əməl edərsə, hansı ki biz onu buyurmamışıq, bir ondan rədd olunur. Yoxsa qəbul olunmur. İndi sadaqallahul azim demək nədir? Nə Allah buyurub, nə Rasulü buyurub. Xüsusən sünnənin əksidir. Sünnədə nə gəlib? Subhanəkallahumma hamdik, əşhədu an la ilahe illə ente, estağfiruke və etûbü ileyk. Allah Resulü sallallahu aleyhi ve sellem bunu deyərdi. Amma bəzi insanlar nə deyir? Sadaqallah lazım. Deyir ki, Allah doğru dedi. Yəni Allah doğru dedi deməkdir. Yəni belə söz olaraq problem yoxdur da. Amma bu gəlibmi yəni? Əgər gəlsəydi, mütləq Allah Resulü bizə deyərdi. Amma o eləməyibsə, yəni bunu eləmək lazım deyil deməli. Onlar onu bidət edirlər. Bidət həsənə. Bəli. Ona görə görsən bəzən deyir sadaqa Rasulullah. Yəni Allah Rasulü doğru dedi. Yəni Allah doğru dedi deməyə nə ehtiyac var? Sənin Allah doğru dedi deməyə ehtiyac var Allahın? Yox. Və mən astaqu minallah qilə. Allahdan daha doğru kim danışa bilər? Və mən astaqu minallah hədisə. Allahdan daha doğru sözü sənin heç ehtiyac yoxdur onu deməyə. Əgər ehtiyac olsaydı mütləq Allah azə və cəllə bizə deyər, nazil edərdi ki, Quran-Kərim qutarandan sonra bu söz deyin. Amma sünnədə bizə bəyan gəlib ki, bunu deyin. Düzdürmü? Və həmçinin Allah azə və cəllə fikir versən, başlamamışdan qabaq nə deyir? Və izə qara'ətəl Qur'an fəstəiz billəh minəşşeytanirracim. Deyir ki, Quran oxumamışdan qabaq şeytanirracimdən Allaha sığın. Deyir buna Allah bizə. Deyir. Əgər lazım olsaydı, deyərdi ki, qutarandan sonra nə ki, sadaqallah lazım. Amma deməyib. Ehtiyac yoxdur buna. Allah bizi daha doğrusu.